Choose the correct interrogative sentence. Düzgün sual cümlesini seçin. You will visit your grandmother tomorrow, aren't you? Burada düzgün bizim to be formamız will qeyd olunduğu üçün, ümumiyyətlə köməkçi feilimiz will olduğu üçün are yox, won't you olmalıydı ki, doğru olsun. B variantında when do she go to the gym yazıb. She üçüncü şəxsin tək olduğu üçün does istifadə olunmalıydı. C variantında they finished the project didn't say düzgündür. Çünki tək question qaydasına görə birinci tərəf təsdiq olduğu üçün vergüldən sonra inkar yazılmalıdır. Və finished keçmiş zamana aid olduğu üçün did köməkçi feilini istifadə etməyimiz doğru götürülür. D variantında did Tom find his lost keys? Did yazdığımız üçün feil məsdərdə qeyd olunmalıydı. Find isə s qəbul edib və indiki zamanda yazıldığı üçün səhvdir. E variantında does your brother and sister enjoys playing chess deyə qeyd olunur. Söhbət 2 nəfərdən gedir. 2 nəfər olanda isə bizim köməkçi feilimiz do qeyd olunmalıydı və enjoy feilindəki s mütləq ki düşməliydi. Bu səbəbdən E variantı səhvdir. Doğru cavabımız C variantıdır.